Zaman maşını qəhrəmanımızı çölün ortasına atıb yox olur. Əlövsət dayı gözlərini açanda ətrafında xaçlı əskərləri, müqəddəs torpaqlar və üzündə maska olduğunu görür. Hamı onu güc kralı, 4-cü Baldvin deyə çağırır. 1174-cü ildə cəmi 13 yaşında taxta çıxan Baldvin cüczam xəstəliyinə baxmayaraq iradəsi və cəsarəti ilə seçilirdi. Və indi Əlövsət dayı bu tarixi onun gözləri ilə yaşamalı olacaqdı. Tezliklə hamı qorxu ilə danışırdı. Səlaheddin Əyyubi Qudsə gəlir. Bir çoxları xaçlıların məğlub olacağını düşünürdü. Amma tarix başqa cür yazılmışdı. 1177 Montgizart döyüşü. Salaheddinin ordusu saysız hesabsız idi. Baldvin Əlövsəd isə xəstə, ağıllı və qətiyyətli idi. Əlövsət dayı qılıncını qaldırır və hücuma əmr verir. Heç nə demir, sadəcə döyüşür və möcüzə baş verir. Səlaheddin geri çəkilir. Baldvin artıq cüzzamlı kral yox, qərarlı sərkərdə kimi tarixə düşür. 1193 uğursuzluqlar başlayır. Əlövsət dayı tələyə düşən ordunu xilas etməyə çalışır, amma məğlubiyyət qaçınılmaz olur. Baldvin Əlövsət atının qorxub qaçmasıyla təsadüfən xilas ola bilir. Xəstəliyə güclənir, gücü azalır, amma taxtı və qüdsü qorumaqdan əl çəkmir. 1183 Kerak qalasının müdafiəsi. Salaheddin mühasirəyə başlayır. Baldvin xəstə bədəninə baxmayaraq yola çıxır. Ordunun başında durur və Salaheddin geri çəkilməyə məcbur olur. Bu onun son böyük qələbəsi olur. Və elə həmin an zaman maşını yenidən görünür. Əlövsət dayını ordunun arasından çəkib aparır. O bu dövrün dünyasını tərk edir. Qarşıda isə onu yeni bir tarix macəra gözləyir. Bəyəndinizsə abunə olun. Tarixə birlikdə şahid olaq.